Salam millət, mən Nihat. Bugün sizlərlə günlük zəfərləri almağa çalışacağıq. Yəni 5-ini də almağa çalışacağıq. 6 nə idi, amma 5-ini də almağa çalışacağıq. Çünki birini almışam. Əgər ala bilməsək, korsan koltuğu alacağım gördüyünüz kimi. 50% endirimdə mükəmməl. Nəysə, onda karakterimi dəyişib, mən birisi nə qoyacağım burada. Çox məntiqli davranmağı düşünürəm. Burada ən birinci Nori seçəcəm. Kupasını sonra biraz arttıracağım. Yəni biraz çox kupa seçəcəm sonra. İndi Nori ilə başlayaq. Nori ilə başladıq. Bu arada Nori'yə bayağı öyrəşmişəm mən. Dostu bu Lili bizi kəsə bilər deyəcəkdim. Lili getdi buradan. 200 sənə yük alsaq mükəmməl olar. Və Kenji Paz olacaq desəm bizə. Bu arada YouTube kreator deyə bir şey çıxıb. YouTube'da da kreator olmaq olur da. Dostum, mənim takipçim yetməz ona. Bu arada bugün Miko kasacıydı. Mikon sıralamada biraz arttırmağı düşünürdüm. Ama hem internet gedir Mikon oynayanda çox vaxt. Bilmem niye. Şansım Mikon oynayanda gedir ancaq. O kim? Kenji, Kaze, bir də Nori. O çox qəşəng. Ala bilərik. Hop hop. Hop qəşəng. Və öldük. İlk oyunumuzda udduq təbii ki. Çox kupa gələcəm biraz. Jack Cordeus gələcəm mən. Bu şey adı nə ya bu kart? Edgar bizi kəsər. Edgar'ın da adını unutdunsa Brawl Stars oynamadı yəni. Ayda burada ölsəm bərbad olar. Ona görə biraz üst tərəfə keçəcəm. Satdı. Ya mən də onu satacağım ya. Oha, o birisi də onu satdı. Çox qəşəng. Səhv elədim dostum. Nəysə. Korsan koltuğu alırıq. Amma almaq çox istəyirəm bu arada. Videonun sonunda belə ala bilərdim. Nəysə, korsan koltuğumuz. Oy oy oy. Mükəmməl. Profilə də təbii ki də qoyacağım. Gold dostum. Nəysə, mən videonu çəkəndə çox əyləndim həqiqətən şübhəli. Gələcək videoda görüşək. Özünüzə yaxşı baxın. Sağ olun.